Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün çox ləzzətli və asan olan ləvəngili balıq kotletinin hazırlanmasını sizlərlə paylaşıram. Keçək hazırlanmasına. 400 qram xırda balıqları əvvəlcədən təmizləyib yumuşam və 1 saat süzgəcdə saxlamışam ki, suyu tamamilə süzülsün. Gördüyünüz kimi balığın üzərindəki üzgəclərini kəsib götürürəm. Xırda balıqlar olduğu üçün onurğasını çıxarmadım. Ancaq istəsəniz onurğasını çıxara bilərsiniz. Balıqların hamısını təmizləyib hazır etdikdən sonra ət maşınının xırda gözündən keçirirəm və üzərinə də bir dilim çörəyi də maşından keçirib əlavə edirəm. 3 ədəd böyük soğanı da yuyub doğramışam. Mən həm qırmızı, həm də ağ soğandan istifadə etdim. Blenderdan keçirib bir hissəsini çəkilmiş balığın üzərinə əlavə edirəm. Sonra üzərinə zövqə görə duz, istiot, paprika, 1 xörək qaşığı alça turşusu və 1 xörək qaşığı un əlavə edib, yaxşı qarışdırıb qoyuram kənara. %150 qram qoz ləpəsini blenderdan keçirmişəm. Üzərinə isə soğanın qalan hissəsini marladan suyunu sıxıb əlavə edirəm. Onu da nəzərinizə çatdırım ki, soğanı marladan sıxan zaman 1-2 dəfə də adi suyu üzərindən axıdıb yenidən sıxdım ki, tərkibində acılıq qalmasın. Sonra üzərinə zövqə görə duz, istiot və biraz alça turşusu əlavə edib yaxşı qarışdırıram. Bu cür olduqda artıq hazırdır. Sonra farşdan biraz götürürəm. Əlimdə biraz yastılayıb, üzərinə ləvəngidən qoyub bu cür yumru formada kotletlər düzəldirəm. Əziz izləyicilərim, videonu izləyən zaman kanala abunə olub, bildiriş zəngini aktiv etməyi, bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Zəhmətə dəyər verən, dəstək olan bütün izləyicilərimə minnətdarlığımı bildirirəm. İçlikdən biraz artıq qaldı, onu da paketə qoyub buzluqda saxlayıram. Tavaya biraz kərə yağ, biraz da zeytun yağı əlavə edib, kotletləri əvvəl biraz gür-odda hər iki üzü qızarana qədər bişirirəm. Yəni belə deyək, möhürləyirəm. Sonra aşağı odda qapağı bağlı şəkildə tam bişənə qədər bişirirəm. Belə etdikdə kotletlərin içərisi yumşaq olur. Artıq kotletlər bişib, gördüyünüz kimi heç bir dağılma, əzilmə yoxdur. Balığı bu cür bişirdikdə evdən qətiyyən kəskin balıq qoxusu gəlmir. İnanın, çox ləzzətli olur və ən əsası da uşaqlar da rahatlıqla yeyə bilir. Allah hər kəsə bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Videonu bəyənməyi və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.